Baxın, Allahümme inni əsəlukel huda. Subhanallah. Allahım səndən hidayət dilərəm. Ya Rabbi mənə hidayət bəxş et. Bu duanı Peyğəmbər edib sallallahu aleyhi ve sellem. Bu məsələyə ciddi şəkildə fikir vermək lazım. Bu duanı Peyğəmbər edib sallallahu aleyhi ve sellem. Yaxşı, hansı ki Allah Nəbisi sallallahu aleyhi ve sellemin keçmiş və gələcək günahları bağışlanmış bir şəxs idi. Salavatullah aleyhi ve sellem. O hidayət üzərində, taqva üzərində, Allahdan ən çox qorxan insan. Hidayət yolunu Allahın izi ilə insanlara o gətirmişdir əslində. Buna baxmayaraq Allahdan hidayət istəyirsə, bəs bizlər nə cür? Xüsusən də yaşadığımız bu zamanda nə cür? Subhanallah. Vallahi fitnələr artıb. Hər gün fitnələr artır. Hər gün. Bilən də danışır, bilməyən də danışır. Allahdan qorxan, qorxmayan. Hamı danışır, Allah qorusun. Nə qədər insanlar var ki, insanlar nədir? Elimsiz şəkildə azdırırlar, Allah qorusun. Ona görə Allahdan gecə gündüz hidayət istəmək lazım. Hidayət yəni sırat-ı müstaqimin üzərində möhkəm dayanmaq. Allahdan sabitçilik, Allahdan Subhanahu wa Ta'alədən qəlblərimizin sabitçiliyini istəməliyik. Allahım bizi hidayət üzərində sabit et ya Rabbi. Bəzən görürsünüz ki, Subhanallah, bəzi insanlar elə şübhəli məsələlər danışırlar ki, insan üzərində olan o, hansı ki, tövhid və sünnə üzərində olan mübarək bu yolun üzərində bəzən fikirləşirlər ki, Subhanallah, görürsən bunun dedikləri doğrudur. İnsanları şəkkə salırlar. Vallahi ki, insanları şəkkə salırlar, Allah qorusun.